Naxçıvan şəhər sanitar təmizlik idarəsinin əməkdaşları bir an belə dayanmadan çalışır ki, sakinlər bu şəhərdə rahat nəfəs alsın. Unutmayaq, bu şəhərin təmizliyi hər birimizin borcudur. Təkcə onlar üçün deyil. Görülən işlər zamanı aidiyyatı qurumların əməkdaşları xüsusi texnika və avadanlıqlardan istifadə edərək əsas küçələrin təmizlənməsini təmin ediblər. Eyni zamanda şəhər ərazisində yerləşən işıq dirəkləri də yuyularaq səliqəli vəziyyətə gətirilib. Həyata keçirilən tədbirlər şəhərin estetik görünüşünün yaxşılaşdırılmasına, ekoloji mühitin qorunmasına və şəhər infrastrukturunun daha səmərəli fəaliyyətinə xidmət edir. Naxçıvan şəhərində təmizlik və abadlaşdırılma işləri aparılmışdır. 17 mart 2026-cı il tarixində Naxçıvan şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə aidiyyatı qurumlar tərəfindən, xüsusi avadanlıq və işçi qüvvələri tərəfindən şəhərin mərkəzi küçə və prospektləri yuyularaq təmizlənmişdir. Eləcə də mərkəzi küçələrdə yerləşən işıq dirəkləri yuyularaq yenidən sanitariya vəziyyəti yenilənmişdir. Qeyd edək ki, bundan sonra da bu kimi tədbirlərin davam etdirilməsi nəzərdə tutulub. Oruc Mirzəyev, ATV Səyyad, Rəşad Əkbərov, NTV Xəbər.